Qalib olan Allahın adı ilə Bakı şəhəri Bina qəsəbəsində ehsan verən xanımların şər və böhtanla dərdəst edilərək əsarətə alınması Azərbaycan Konstitusiyasının 25-ci maddəsinin 1-ci, 2-ci və 3-cü bəndləri ilə ziddiyyət təşkil edir. Bu zorakı əməldə xanımların qanuni bərabərliyi, vətəndaş azadlığı və hüquqları dindar olduqları üçün məhdudlaşdırılmış, yalançı ittihamla həbs edilmişlər. Biz bu ittihamlara inanıb inanmamaq məsələsində uca millətimizi vicdanlarının səsini dinləməyə çağırırıq. Vicdanlı və qeyrət sahiblərini, bütövlüklə, qeyrəti ilə tarix yazan Azərbaycanın şanlı millətini bu xanımların müdafiəsinə çağırırıq. Bu çağırışla ümid edirik ki, susqunluq edib tarix səhifəmizə namus və iffətin simvolu olan xanımları müdafiə etməyən xalq olaraq yazılmayacağıq. Bu millətin səsi ilə legitim qazanmış konstitusiyanı pozan, məmləkətimizə hakim kəsilmiş gizli güzlərin əllərinin ölkəmizdən kəsilməsini tələb etməkdə israrlı olmalıyıq. Xanımlara azadlıq, hüquq pozanlara cəza bizim ümdə şüarımızdır. Biz Hüseyn millətiyik.